Tamam dostlar, mən Rauf Ağaçiyev sizi Astrolog kanalında görməyə çalışacağam. Bugünkü mövzumuz səviyələr haqqında olacaqdır. Videonun izahına başlamamışdan əvvəl hər bir kəsə mütləq şəkildə tövsiyə edirəm ki, videonu axıra kimi izləyəsiniz. Çünki bu mövzu tennis sahəsində ən vacib və ən fundamental aspektlərdən biridir. Deməli, bildiyiniz kimi bazar iki oyuncudan ibarətdir. Bazarda hər zaman bir qiymət üzərindən mübarizə gedir. Ona görə də alıcılarla satıcılar arasında kritik bir nöqtədə, kritik bir qiymətdə mübarizə gedir. Ona görə də bu kritik nöqtələri biz səviyyələr olaraq adlandırırıq və bu səviyyələrin formalaşmasının gəlin sizə mən izah edeyim necə formalaşır. Qrafik üzərindən biz bunu baxaq. Böyük oyuncuların izlərini tapmağa çalışaq və bazar proseslərini anlamağa çalışaq. Deməli, tendi qırılma nöqtəsi bu paranormal bar səviyyə qeyd etmişəm. Bu ümumiyyətlə səviyyə necə yaranıb, mən sizə izah edeyim. Hal-hazırda gördüyünüz kimi burada alıcılar yəni qiyməti çalışıblar yuxarı qaldırmağa, bura kimi gətiriblər. Lakin burada bir satıcı oturur və bu yəni icazə verir ki, alıcı bu səviyyəni qırsın, keçsin. Səviyyənin saxta qırılması baş verir. Bu 1, bu 2, bu da 3. Ona görə də bu səviyyəni qıra bilməyiblər. Burada amma gördüyünüz kimi yəni mübarizə gedibdir. Ona görə də bu artıq tenin qırılma nöqtəsi səviyyəsi sayılır və əlavə olaraq paranormal bar səviyyəsi sayılır. Niyə tenin qırılma nöqtəsi? Çünki bu nöqtədən aşağı yəni trend qırılıb və qiyməti xeyli aşağı salıblar. Yəni bunu mən sizə qiymətini də göstərdim. Ümumiyyətlə bu necə formalaşıb qiyməti. Bu barın üzərində gətirəndə basanda görəcəksiniz ki, burada artıq maksimum 270.70'dir. Yəni bu yəni qiymət bizim kritik nöqtəmizdir, kritik səviyyəmizdir və biz bu 270.70'dən artıq aşağı doğru short pozisiya aça bilərik. Digər bizim yəni ikinci səviyyəmiz o da trendin qırılma nöqtəsidir. Burada artıq alıcılar çalışıblar bu səviyyəni alsınlar və qiyməti bu nöqtəyə kimi gətirib çatdırıblar. Lakin satıcı buradan qiyməti qaytarıb və ona baxmayaraq alıcılar öz aqressivliyində davam ediblər və burada mübarizə gedib və bu nöqtədə artıq onlar uduzublar, yəni alıcılar. Çünki bu səviyyəni ala bilmiblər, bu postu ala bilmiblər və bu nöqtədə baxın 234.91 görürsünüz burada səviyyədən qeyd edilən 234.91 tendə qırılma nöqtəsi. Nəyə görə tendə qırılma nöqtəsidir? Mən bunu sizə izah verim. Baxın. Gördüyünüz üzərə burada artıq bu paranormal bar yəni səviyyənin loyusu bu trendi sındırıb da gedib aşağı. Bunu da keçib, elə bir bu loları da sındırıb. Hər bir lo yəni yeniləyib də, refresh edib. Gəlin digər yəni səviyyəyə nəzər salaq. Burada mən qeyd etmişəm ki, zerkal səviyyə, bu arka səviyyə. Niyə bu mən bunu qeyd etmişəm? Görəcəksiniz, baxın, burada şey verin. Görürsünüz, bu barın yəni maksimum high 184'dür. Bura baxın, burada da bax minimum baxın 184'dür, görürsünüz. Yəni qəpik də, yəni o yana bu yana yoxdur da. Burada baxaq, burada nəzər salaq. Yəni bu zerkal səviyyədir. Görürsünüz, burada minimumdur, burada maksimumdur, burada maksimum. Yəni burada lowlardır, burada highlardır. Bunlar hamısı üstə düşür. Bu həm tarixi səviyyə sayılır, çünki eyni qiymətdə formalaşır və zerkal səviyyəsi sayılır, çünki birinin high ilə digərin lowu üstə düşür. Yəni ona görə də bu da güclü səviyyədir. Belə səviyyələr üstə düşəndə bu kombinasiyadan istifadə edə bilərsiniz və gördüyünüz kimi buradan da qiymət yəni aşağı davam eləyib. Görürsünüz, başım gəlib. Kritik nöqtələr əslində böyük oyuncuların izləridir və böyük oyuncu hər zaman qrafikdə özünü buraxır. Sadəcə olaraq bunları yəni düzgün identifikasiya etmək lazımdır, düzgün səviyyələri təyin etmək lazımdır. Üçüncü səviyyəmiz bizdə tarixi səviyyədir. Bu niyə tarixi səviyyədir? Çünki burada da 3-4 yerdə tarixə baxanda 127 qiymətində bunlar baş verir. Niyə bu tarixi səviyyə sayılır? Çünki baxın, burada bax, mən göstərirəm sizə bunun yəni bu barın loyusu nə qədər? 127 gördünüz. Bu 127 baxın. Kırmızı şanlı 127 belki de bu yaşıl şanlı baxın da 127 126 nə qədər istəyir, amma demək olar ki bu da 127 olacaqdır. 126.96 yəni 4 punktla fərqlənir. Ona görə 127 səviyyəsi tarixi səviyyədir və bu səviyyədən artıq biz
Ücretlərimizi eləyə bilərik. Bu da səviyyə güclü səviyyədir, tarixdən gəldiyi səviyyədir. Digər səviyyəmiz bizim konsolidasiya səviyyəmizdir. Baxın, bunun boyusu nə qədərdir? 97-65-dir maksimumu. Bunun da maksimuma baxanda burada da ki 97-63 bununla fərqlənir. Ona görə də bu konsolidasiya səviyyəsinin üst kanalıdır. Burada isə məsəl üçün qiyməti salıblar, böyük bir trend düşüb aşağı. Burada bu qiyməti 77.49-da, yəni low-sunda minimuma baxın 77.49-da dayandırıblar. Və burada 77.49 öz sözünü deyir. Yəni burada səviyyə dəstəklənir artıq və bu səviyyəyə qarşı böyük bir saxta qırılması da baş verib. Lakin görürsünüz, səviyyənin qrafiq müddətlər 3-də zəbt ediblər. Qrafiq müddətlər. Burada başqa bir səviyyə də var, kiçik bir səviyyə. Baxın 77.06-dır. Baxın 77.06 minimumda 77.06 bu. Görürsünüz buradan minimum 77.06'da. Niye mən məhz 77.49'u götürmüşəm, 77.06 götürməmişəm? Çünki 77.49 səviyyəsi orada oturan oyuncu, yəni alıcı daha güclü bu. Bu da trendin qarşısını saxlayıb və bu trendə qarşı, bu həcdə qarşı, bu kapitala qarşı güc gəlib. Ona görə də 77.49 səviyyədə olan oyuncu daha güclüdür. Belə şeyləri nəzərə alın. Heç mən qaydada trendlərinizi hər zaman yəni güclü səviyyələrdə asmağa çalışın. Kiçik təhlil edəndə heç bir lokal trendlərin qırılma nöqtələrindən eləyin, yaxud da limit oyuncularının səviyyələrindən eləyin. Gəlin sizə limit oyuncusunu da göstərdim. Hal-hazırda gördüyünüz kimi bu limit oyuncusu məsəl üçün burada baxın, bu Forex-dir. Baxın bu qiymətə, burada haya baxarsınız, yəni maksimum baxarsınız bu qiymətə. Görürsünüz 178.72, 178.70, 178.70. Yəni demək olar ki, yəni limit oyuncusu bu deməkdir ki, yəni eyni nöqtələrə vururlar. Yəni qiymət 1 punkt, 2 punkt ola bilər ora getsin bura. Amma yəni ondan çox getmir də. Bəzən yəni üstü yəni barın üçü də, şamın üçü də 178-70-ə vurur da. Yəni bu da limit oyuncu səviyyəsidir. Bunu nəsə alın, bu da güclü bir səviyyədir. Adətən bu limit oyuncu səviyyəsi nadir halda baş verir. Elə bir ki, müəyyən vaxtda bir dənə bazara yəni böyük bir oyuncu girir, öz limitini qoyur, öz yəni trading edir. Daha sonra aradan çıxır gedir də. Yəni limit oyuncusunu belə başa düşün, o da güclü bir səviyyədir. Zerkal səviyyəsinə bərabər bir səviyyədir.